Sual verirlər ki, əgər kişi qəzəbli halda öz yoldaşına telefon vasitəsilə talaq deyərsə, yəni boşayarsa, bu boşanma mötəbər sayılırmı? Cavab budur ki, əslində telefon vasitəsilə talaq sayılır, yəni boşanma sayılır. Əgər kişi boşanma sözünü, yəni işlədərsə, dili ilə deyərsə, lakin burada qeyd olunur ki, əvvəla demək qəzəbli halda və qəzəbin də bildiyimiz kimi mərtəbələri var. Əgər qəzəb o dərəcəyə çatıb ki, artıq kişi nə dediyini başa düşmür və özündə deyil, yəni son həddə çatmış halda deyibsə, alimlər qeyd edirlər ki, bu talaq sayılmır. Yox, əgər qəzəblənibsə, lakin nə dediyini anlayırsa və niyyətində, yəni yoldaşını boşanmaq olubsa, bu halda bu talaq sayılır, bu boşanma sayılır. Həmçinin burada bir şeyi nəzərə almaq lazımdır ki, boşanmanın səhih sayılması üçün müəyyən şərtlər var. Bu şərtləri də nəzərə almaq lazımdır. Çünki bəzi alimlərə görə əgər bu şərtlər yoxdursa, o halda boşanma hətta insan qəzəbli olmayan bir hal desə belə sayılmır və bu şərtlər də hansıdır? Kişi öz yoldaşını heyizdən təmizləndikdən sonra onunla yaxınlıq etmədən boşamalıdır. Yəni əgər heyiz halında və ya heyizdən təmizləndikdən sonra yaxınlıq etdikdən sonra boşayarsa, bəzi alimlərə görə də bu boşanma sayılmır.